bu hakimiyyət çoxlarını məhv elədi. Azərbaycanın müstəqilliyi uğrunda, azadlığı uğrunda vuruşan, döyüşən şəxslərin çoxsunu məhv elədi dəyərli Azərbaycan xalqı. Çoxsunu həbsxanalarda çürütdü və bugün də çürüdür. Həbsxanada çürüyən o gənc qızlarımız, 9 nəfər gənc qızlarımız bugün həbsxanada çürüyürlər və Ziyafət xanım onlarla bağlı hər zaman mübarizəsi aparır ki, o adamlar orada yatmalı deyirlər. Həbsxanada yatan bu günləri Tofiq Yaqublu kimi mərd insanlarımız var. Çoxlu, onlarca alim ziyalılarımız var ki, Azərbaycanın müstəqilliyi uğrunda, Azərbaycanın azadlığı uğrunda, Azərbaycanın demokratiyanın azadlığı uğrunda döyüşən, vuruşan insanlarımız var. Hakimiyyət bunlardan qorxur, çox qorxur. Ziyafət kimi insanlardan çox qorxur. O qorxduğu üçün də bugün nəhayətdə bir neçə gün bundan əvvəl onun bədəninə yeritdilər zəhərdən Ziyafət xanım dünyasını dəyişdi. Mən yenə də deyirəm, əgər mənim bu dediyim sözlərdən böhtan hesab eləyirsə bu hakimiyyət, mən istintaq orqanlarına bununla bağlı məlumat verməyə hazıram. Harada onu zəhərləyiblər. Çünki mənim əlimdə səs yazıları var. O özü mənə o səs yazılarını göndərib. Lazım olsa, lazım olan məqamlarda səs yazısını da paylaşacaq.